Salam əziz həmkarlar. Hüceyrə biokimyası Güvən Test Bankından 51-ci sualdan baxırıq. Hansı azot həssası həm RNT, həm də ATF-nin tərkibində ola bilər? Bilirsiniz ki, burada adenindir ki, ATF özü adenin azotlu əsasından, ribozadan, bir də 3 dənə ortofosfat turşusu qalığından ibarətdir. Adenin həm ATF-in tərkibində, həm də RNT-nin tərkib hissəsinə daxildir. Cədvələ əsasən X-i müəyyən edin. Nukleotidlərin ümumi sayı 24.000. Guanin nukleotidinin ümumi sayını verib 4.000. Guanin 4.000-dirsə, deməli sitozin də 4.000-dir. 4.000 eləyir 8.000. 24.000-dən çıxacaqsız 8.000-in. Yerdə qalır 16.000. 16.000 qalan adeninlə timinin cəmidir. 16.000-in yarısı 8.000 düşəcək adeninə, 8.000 düşəcək timinə. Hüceyrədə ATF-in hidrolizi zamanı 8 mol ortofosfat turşusu alınmışdırsa, bu zaman neçə mol ADF əmələ gələr və nə qədər enerji ayrılar? Ümumiliklə bilirsiniz ki, 1 mol ATF əmələ gələndə, yəni 1 mol ATF-dən ADF əmələ gələndə 40 kilojoule enerji əmələ gəlir. Bəs 8 mol ATF-in hidrolizi zamanı neçə kilojoule enerji əmələ gələcək? X. Burada 40-ı vurursunuz 8-ə, eləyir 320 kilojoule enerji, bunu tapdınız. Və 1 mol ATF hidroliz olunanda 1 mol ADF əmələ gəlir. Bəs 8 mol ATF sintezi olunanda nə qədər ADF əmələ gələcək? X. Buradan da bunu tapırsınız, bu da eləyir elə 8 mol. Yəni 53-də olur Y bəndi. 54. Cədvələ əsasən X-i müəyyən edin. Nuklein turşusu DNT. Nukleotidlərin ümumi sayı 34.000-dir. Timin nukleotidin sayını 8.000 verib. Əgər timin 8.000-dirsə, deməli adenin də 8.000-dir. Bu ikisinin cəmi eləyir 16.000. 34.000-dən çıxırsınız 16.000-in. Nə qədər qalır? 34.000-dən 16.000-in çıxanda. Gəlin çıxaq. 34.000 çıxaq 16.000. 16.000 yox. 8.000, 16.000-də. Bu da eləyəcək 34.000 çıx 16.000. Bu da eləyir 18.000. Bu 18.000 qalan nukleotid guanin və sitozinin cəmidir. 18.000-in yarısı 9.000 düşür guaninə, 9.000 də düşür sitozinə. Sizdən nəyi soruşur? Hidrogen rabitəsi. Ümumi hidrogen rabitəsi bərabərdir. Ümumi nukleotidlər üstə gələk guanin düsturu. Ümumi nukleotidin 34.000-dir. 34.000 üstə gələk guanin də tapdın 9.000. Bunu toplayacaqsan, buradan da alacaqsan 43.000. A bəndi. Heyvan orqanizmində zülalların biosintezində iştirak edən molekullardan hansının hüceyrədə sintezi vacib deyil? Yəni translasiya prosesində. Ferment mütləq vacibdir. Nəqliyyat rentesi, translasiyanın getməsi üçün nəqliyyat rentesi, məlumat rentesi də vacibdir. Amin turşusu da vacibdir, amma DNT transkripsiyada lazımdır, translasiya yox. Yəni DNT-nin hüceyrədə sintezi o dərəcədə vacib deyil. Y bəndi. Genin tərkibində ola bilməz. Gen nəyə aiddir? DNT-yə. DNT-nin tərkibində hansı nukleotid ola bilməz? Urasil ola bilməz. Y bəndi. Urasil RNT-yə məxsusdur. Glikoliz prosesində 56 mol H2O əmələ gəlibsə, bu zaman neçə mol glikozanın parçalandığını hesablayın. 1 mol glikoza parçalananda 2 mol su əmələ gəlir. Tənliyə əsasən. Bəs 56 mol su parçalanıbsa, 56-nı vurursan 1-ə, bölürsən 2-yə, bu da eləyir 28. Sistein amin turşusunun formulu belədir. Hansı rəqəm və ya rəqəmlərlə verilmiş hissələr digər amin turşularından fərqlənir? Bilirsiniz ki, radikala əsasən amin turşuları biri-birindən fərqlənir. Deməli, bu da olur C bəndi. Yalnız İ2. Qalan ammonyak qrupudur, karboksil qrupudur, bütün amin turşularında eynidir. Polisomda zülal biosintezinin sonunda əmələ gəlmiş hər bir polipeptid zəncirinin ölçüsü hansının sayı ilə əlaqədar deyil? Məlumat rentesindəki tripletlərin sayı ilə əlaqədardır. DNT-nin müvafiq gen sahəsindəki kod tripletlərlə əlaqədardır. Biosintezdə bilavasitə iştirak edən nəqliyyat rentelərlə əlaqədardır. Məlumat rentesinin keçdiyi ribosomlar səhvdir. Ribosomlardan keçməklə əlaqədar deyil. Molekulda amin turşuları bunlarla da əlaqədardır.
Erindi molekulunda adenin azot əsası, ortofosfat turşu qalığı və karbohidrat sayıları arasında fərq. Özünüz bilirsiniz ki, ortofosfatla karbohidratın sayı hər zaman biri-birinə bərabərdir. Və erintidə adenin azot əsası da ola bilər, guanin də ola bilər, sitozin də ola bilər, urasil də ola bilər. Hamısının tərkibində də fosfatla karbohidrat var. Deməli, azotlu əsasların sayı azdır. Fosfat və karbohidrat da biri-birinə bərabərdir. C bəndi. Üzünü köçürülmə prosesi gedə bilməz. Üzünü köçürülmə prosesi ümumilikcə iki membranlı orqanoidlərdə gedir. Mitoxondriyada gedir, plastidlərdə gedir, sitoplazma, bakteriyaların sitoplazmasında gedə bilər. Məsələn, iki membranlı nüvənin tərkibində gedə bilər, amma ribosomlarda üzünü köçürülmə prosesi gedə bilmir. Hüceyrədə üzünün köçürülmə prosesində əmələ gəlir. Üzünü köçürmə prosesində DNT-nin ikinci zənciri məlumat RNT-sinə köçürülür. Deməli, məlumat RNT. Ekaryot orqanizmlərdə hüceyrənin ötürülmə prosesi, yəni translasiya prosesi gedə bilməz. Translasiya prosesi mitoxondriyada gedir, xromoplastlarda da gedir, sitoplazmada, bakteriyalarda, xloroplastlarda da gedir. Nüvədə üzünü köçürmə, transkripsiya prosesi gedir, translasiya prosesi yox. Səhv mülahizəni müəyyən edin. Əzələlərdə ATF ehtiyatı onun 20-30 dəfə yığılmasına kifayət edir. Ennazolaqlı əzələlər işləyərkən əzələ hüceyrələrindəki glikozanın miqdarı azalır, düzdür, çünki glikoza parçalanacaq. Suyun miqdarı artır, doğrudur. Oksigen istifadəsi azalır. Bax, oksigenin istifadəsi əslində azalmır. İşləyəndə tənginəfəs olursan, tənginəfəs aldığın üçün tez-tez oksigen alıb verirsən, tez-tez tənəffüs edirsən. Deməli, oksigen azalır, yox, artır olmalıydı C bəndi. Süd turşusunun miqdarı artır, düzdür. Glikoza parçalanacaq süd turşusuna. Fermentlərin fəaliyyəti artır, bu da doğrudur. Deməli, 64-də oldu C bəndi. Denaturasiya prosesinə məruz qala bilər. Denaturasiya prosesinə zülal məruz qala bilər. Bu da rubenukleaza B bəndi. DNT-nin hər hansı bir zulalının ilkin quruluşu haqqında məlumat olan gen sahəsi N sayda nukleotiddən təşkil olunubsa, onda bu zulalın translasiyası zamanı əmələ gələn su molekullarında neçə proton var? Ümumilikcə N sayda nukleotiddən təşkil olunub. Mən bilirsiniz ki, bir geni əmələ gətirir 3 nukleotid. N sayda nukleotidi böləcəm 3-ə, tapacam amin turşularının sayını. N-i böldüm 3-ə və əmələ gəlmiş amin turşularının sayından bir molekul suyu çıxacam. Məndən də suyun protonunu soruşur. Bilirsən ki, suyun da protonu 10-a bərabərdir və aldığım rəqəmi də 10-a vurub suyun protonunun sayını tapacam. Bu da eləyir A bəndi. Hüceyrədə glikozanın tam parçalanmasından 176 mol su əmələ gəlmişdir. Bilirsiniz ki, tam parçalanmada 44 mol su əmələ gəlir. Bunun 2 molu glikoliz mərhələsində, 42 molu oksigenli mərhələsində əmələ gəlir. Bu zaman sintez olunmuş ATF-nin neçə molu? Tam parçalanmada ümumilikcə özünüz bilirsiniz ki, 38 mol ATF əmələ gəlir. Bunun 2 molu glikolizdə, 36 molu da əmələ gəlir oksigenlidə. Neçə molu glikoliz mərhələsindədir? Deməli, hüceyrədə glikozanın bildiniz ki, tam parçalanmada 44 molekul su əmələ gəldi. Bunun 2 mol 44 molekul su əmələ gələndə əmələ gələn ATF-in 2 molu glikolizdədir. Bəs 176 mol su əmələ gələndə nə qədər ikiz? 176-nı vurarsan 2-yə, böləsən 44-ə. Bu da eləyəcək 8 D bəndi. Peptid rabitə əmələ gələ bilər. Peptid rabitə əmələ gələcək, ümumilikcə 2 amin turşusu qalığı arasında peptid rabitə əmələ gəlir. Molekul uzunluğu 35.000 nanometr olan zülalın neçə amin turşusu halqasından ibarət olduğunu hesablayın. Bax, burada verib ki, bir halqanın uzunluğu. Bir halqanın uzunluğu 0,35 nanometrdirsə, bəs 35.000 uzunluğu olarsa neçə halqa olacaq ikiz? X də bərabərdir. Bunu böləndə düşür 100.000. D bəndi. Əgər molekulda 200 timin və 400 sitozin nukleotidi varsa, 200 timin varsa 200 adenin var. 400 sitozin varsa, deməli 400 də sənin guaninin var. Onda bu molekulda hidrogen rabitələrinin sayını dezoksiribozanın sayına olan nisbəti. Dezoksiribozanın sayı ümumi nukleotidlərin sayına bərabərdir. 200 adenin 200 timin eləyir 400,
400 guanin, 400 sitozin eləyir 800, cəmi 1200. Deməli, ümumi 1200 mənim dezoksiribozam var. Və hidrogen rabitəsi, ümumi hidrogen rabitəsi bərabərdir nukleotidlər üstəgələk guanin. 1200 dənə bilirsən ki, sənin nukleotidin var, 400 dənə də guaninin var. Toplayırsan, bu da eləyir 1600. Sənin 1600-də hidrogen rabitən var. İndi 1600-ün səndən 1200-ə nisbətini soruşur. Yəni 16-nın 12-yə nisbətini soruşur. Sıfırları sildim. 16 4-ə 4, 12 də 4-ə 3. İxtisar olunan da 4-ün 3-ə nisbəti düşür. 70 də eləyir B bəndi. Oksitoksin zülalının ilkin quruluşuna aid sxemə əsasən səhv mülahizəni müəyyən edin. Hərflər amin turşu halqalarının sayını göstərir. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada 9 amin turşusu var. İkiz 2 dəfə verilib deyə, deməli 9 ədəd 8 növdür. 9 amin turşusundan ibarətdir, doğrudur. Sintez zamanı M-1, 9-dan 1-in çıxırsan 8, 8 mol su ayrılır, doğrudur. 8 növ amin turşusundan ibarətdir, doğrudur. Məlumat rentesinin bu zülalı kodlaşdıran hissəsi 30 nukleotid yox. 9 amin turşu var. Vurassan 3-ə, tapassan 27 nukleotid. Deməli, debəndi səhvdir. Bir amin turşusunu 3 nukleotid kodlaşdırır. Sintezi nəticəsində 8 peptid rabitə əmələ gəlir M-1 sayda. 9-dan çıxırsan 1-i eləyir 8. Deməli, Y bəndi də doğrudur. Səhvdir D bəndi. Ribonükleaza zulalı 124 amin turşusundan təşkil olunmuşdur. Bu fermenti kodlaşdıran məlumat rentesinin transkripsiyası zamanı cəmi neçə molekul su ayrılar? 3N-1 sayda. 3-ün N'in yerinə qoyacaqsan 124. 3-ü vurarsan 124-də çıxarsan 1-in. Bu da eləyəcək 371. Y bəndi. RNT-nin müxtəlif nukleotidləri bir-birindən sxemdə hansı rəqəm və ya rəqəmlərlə verilmiş hissə ilə fərqlənir? Baxın, burada hansı rəqəmlərlə və ya verilmiş hissələri fərqlənir? Pentozada var, ortofosfat turşusu da qalığı var. Hamısında eynidir. Azot əsası adenin də ola bilər, guanin də ola bilər, sitozin də ola bilər, urasil də ola bilər. Deməli, yalnız bir azot əsasına görə fərqlənir. Nəqliyyat rentesində olur. Nəqliyyat rentesində nə olacaq? Makroenergetik rabitə ATF-dədir, dezoksiriboza DNT-dədir, timin DNT-dədir, peptid rabitə DNT-dədir, urasil azot əsası. DNT molekulunda sitozin nukleotidi ümumi nukleotidin 30%-ni təşkil edir. Sitozin 30%-dirsə, deməli guanin də 30%-dir. Bunu cəmi eləyir 60%. Sən də bilirsən ki, sənin ümumi 100%-in var. 100%-dən çıxırsan 60%-in. Yerdə qalır 40%. Bu 40%-in 20%-i düşəcək adeninə, 20%-i düşəcək timinə. Deməli, bu da eləyir D bəndi. Daha sonra, cədvələ əsasən doğru mülahizəni müəyyən edin. Zülal molekulunun quruluşu. Peptid rabitə əmələ gətirir, hidrogen rabitə ilə disulfid rabitə əmələ gətirmir. Deməli, peptid rabitə əmələ gətirirsə, zülalın birincili quruluşudur. Zülalın birincili quruluşu, yəni ilkin quruluşa malik polipeptid zəncirdir. Elə B bəndi doğrudur. Verilmiş maddələrdən hansının hidroliz məhsulu amin turşulardır? Bilirsiniz ki, zülalların hidroliz məhsulları amin turşusudur. Burada da zülal var, insulin. Mikroelementlərə aid deyil. Makroelementi tapmalısan, bu da eləyir dəmir. Əgər zülalın xətti uzunluğu 34,78 nanometrdirsə, onda bu zülalın biosintezi zamanı translasiya prosesində ayrılmış suyun nisbi molekul kütləsini tap. Sənə birinin uzunluğun 0,37 nanometr verib. 34,78-i böləsən 0,37 nanometr. Buradan tapacaqsan 94 amin turşusu. Və sənə deyir ki, suyun nisbi molekul kütləsi M-1 qədər su ayrılır. 94-dən çıxırsan 1-in, tapırsan 93 mol su. Bunu da vurursan kütləsinə. Suyun kütləsi 18-dir. Bu da eləyir 1674. B bəndi. 80. Bitki 5 sutkaya cəmi 9 kiloqram glikoza sintez etmişdirsə, onda bu bitkinin yaşıl sahəsi nə qədərdir?
Ümumilikcə M bərabərdir, S vurulsun T düsturundan istifadə elə. Buradan S'i tap, S bərabərdir, M bölünsün T. Bax, 5 kiloqram qlikozadsa bunu qrama çevir. Bu eləyir 9000 qram. Aha, 5 sutkadsa bunu saata çevir. Vur 24'ə, bu da eləyir 120 saat. Yəni 1 sutkamda 24 saatdır. 9000'i də bölürsən sən 24'ə, 9000 24 nə idi? 120'yə üzülürsən. 120'yə tapırsan burada 75 kvadrat. Bu da eləyir D bəndi. Mitoxondridə sintez oluna bilməz. Mitoxondridə nə sintez oluna bilməz? Ümumilikcə mitoxondridə oksigeni istifadə eləyir, sintez eləmir. Amin turşusu ilə birləşir dipeptid rabitə, bir də su əmələ gətirir. Adeninlə başlayan kod tripletin sayının, guaninlə başlayan kod tripletinin sayına 16-16 da 1'in 1'ə nisbəti düşür. 64 tripletdir, arasında 4-4 bölünür, 16-16. O da 1'in 1'ə nisbətində düşür. 84. Deyir bircə cəmi 800'ə bərabərdirsə, onda həmin zulalın nisbi molekul kütləsini tap. Bilirsən ki, bir amin turşusunu 3 nukleotid kodlaşdırır. Sən də amin turşusunun sayını bilmirsən, x ilə götürürsən. Nukleotidə 3x ilə, x üstə gələk 3x bərabərdir 800. Buradan 4x bərabərdir 800, x bərabərdir 200. Tapdığın bu 200 amin turşusudur. Bilirsən ki, bir zulalın da kütləsi 110'dur. 200'ü də vurursan 110'a, tapırsan 22.000. Bu deliyir B bəndi. Burada nəyi soruşur? Hidrogen mənbəyi kimi yaşıl bakteriyalardır. Burada da hidrogen üstə gələk oksigen, su və enerji verir. Bu da hidrogen bakteriyalarıdır. Bunlar kitabın içərisində qeyd olunub. Zulalların funksiyalarına aid deyil, zulalın renaturasiya funksiyası yoxdur. Yadınızda saxlayın. DNT molekulunda karbohidratların və ortofosfat turşusu qalığın ümumi sayı N-ə bərabərdirsə, bu molekulda cəmi neçə azot əsası olar? Bir molekulun bir dənə azotlu əsasdan, bir karbohidratdan, bir ortofosfatdan ibarətdir. Əgər birində 2 dənədirsə, bəs N olanda nə qədər olur? X. X də bərabərdir, M bölünsün 2 qədər. Buradan C bəndini tapırsan. 2 mol glikozanın oksigenli parçalanması zamanı 1 mol glikoza oksigenli parçalananda 2600 kilojoule enerji. Bəs 2 mol X. 2600'ü vurursan 2'yə, buradan tapırsan 5200. 4 mol ATF-in ADF-ə çevrilməsi. 1 mol çevriləndə 40, 4 mol çevriləndə, yəni 1 mol çevrilirsə 40 kilojoule ATF, 4 də çevrilirsə X. Buradan da tapırsan 160. 5200'ün üzərinə də 160 gəlirsən, cavabı tapırsan. Daha sonra bitkinin yarpağında 100 qram karbohidrat sintez olunması üçün yarpağın üzərindən nə qədər günəş enerjisi düşür? 1 qram karbohidratım 17,6'dır. 100'ü vurursan 17,6'ya tapırsan 1760 kilojoule. Sən də bilirsən ki, bitki 1%-dən istifadə edir. 1760'ın 1%-dirsə, bəs 100%-im nə qədərdir? X. 1760'ı vurursan 100'ə, bölürsən 1'ə. Bu da eləyir B bəndi. Dərsimiz bura qədər.